Milli Hidrometeorologiya Xidməti avqustun 16-sı səhər saatlarına olan faktiki hava şəraitini açıqlayıb, Doğru Xəbər Azərbaycan bildirir ki, açıqlamada deyilir. Ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir və şimşək çaxır. Düşən yağıntının miqdarı Astarada 40 mm, Zaqatalada 11, Qubada 9, Ağstafa, Lənkəranda 7, Daşkəsən, Tovuzda 5, Qusarda 4, Xaltanda 3, Lerikdə, Qaxda 2, Qırız, Altağaz, Şəki, Gədəbəydə isə, eləcə də Şəmkirdə isə 1 mm-ə qədər qeydə alınıb. Şahtağ, Altağaz, Şəmkir, Göygöl, Qax, Daşkəsən, Gədəbəydə qatı duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 500 metrə qədər məhdudlaşır. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə 21 metrə çatır. Neftçalada isə cənub-şərq küləyinin maksimal sürəti 20 metr saniyəyə çatır. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvanda 36, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti müşahidə olunur.